Salam, hər vaxtınız xeyir uşaqlar. Bugün sizə funksiyaların törəməsi bölməsinin 61-dən sonraki testlərini izah edəcəm. Baxaq 61-ci suala. Fx bərabərdir 2x kvadrat üstə gələk 3x plus 4. Funksiyası üçün f törəmə -1-i tapın. Biz dedik ki, mötərizənin içərisinə 1x kimi baxsaq, x üstə 4-ün törəməsi 4x kubudur. Biz də yazırıq 4 vur 2x kvadratı plus 3x'in kubu. Çünki mötərizəyə x kimi baxmışıq. Vuraq mürəkkəb funksiyadır deyə bir də mötərizənin içərisinin törəməsi. O da bərabərdir 4 vuraq 2x kvadrat üstə gələk 3x'in kubu. Vuraq 2x kvadratı 4x plus 3. F -1'i tapanda yerini -1 yazsaq 4 vuraq 2 çıxaq 3'ün kubu. O da -4 üstə gələk 3. Bu da 4 vur -1'in kubu vur -1. Cavab oldu 4 D variantı. 62'ye baxaq. Deməli, fx bərabərdir x'in kubu vuraq ln kvadratı x plus 3 funksiyası üçün f törəmə yeni tapın. Biz bunu hasilin törəməsi kimi yazsaq, olur x kubunun törəməsi vuraq ln kvadratı x üstə gələk x kubu vuraq ln kvadrat x'in törəməsi. Plus 3'ün törəməsi 0'dır. X kubun törəməsi oldu 3x kvadratı. Bunu da yaza bilərəm ln kvadrat x üstə gələk x kubu vuraq. Baxın, ln x'in törəməsi 1/x'dir. Bizdə ln kvadratı deyə biz buna bir x kimi baxsaq, elə bil x kvadratın törəməsini tapmış oluruq. X kvadratının törəməsi 2x'dir. Bizdə də x kvadrat deyil, ln kvadratdır. Ona görə olur 2 vuraq ln x üstündə 1. Yəni qüvvət qarşıya keçdi, üstündən birini çıxdıq. Vuraq, amma bizdə mürəkkəbdə axı bu. Ona görə bir də ln x-in törəməsi bərabərdir. O da oldu 3x kvadratı vuraq ln kvadrat x üstə gələk x kubu vuraq ln x-in törəməsi 1/x vuraq 2 ln x. Bundan bir xəsar getdi qaldı x kvadratı. Bizdən f törəmə yeni soruşur. Harada x var yerinə yazırıq. 3 vuraq y'nin kvadratı ln kvadratı y üstə gələk y'nin kvadratı 2 vur ln y. Biz bilirik ki bu ln natural loqaritmdir. Y əsasdan y o da 1 verir. Olur 3y kvadratı üstə gələk 2y. Yəni ln y'ləri yerinə 1 yazdıq. O da oldu 5y kvadratı D variantı. 63 də oxşar sualdır. Yenə yazırıq y-in törəməsi bərabərdir. X-in kvadratı vuraq, x-in kvadratının törəməsi vuraq, ln kvadrat x üstə gələk x kvadratının özü vuraq, ln kvadrat x-in törəməsi. Çıxaq ki, törəməsi 0. X-in kvadratı 2x'dir. Bu da oldu ln kvadrat x üstə gələk x-in kvadratı vuraq. Yenə bu ln kvadrat x-ə 1x kimi baxsaq, x kvadratın törəməsi 2x'dir. Demək bu da olur 2 vuraq ln x. Vuraq mürəkkəbdir deyə bir də ln x-in törəməsini tapıram. Bu da oldu 2x vuraq ln kvadrat x üstə gələk 2x kvadratı ln x. Ln x-in törəməsi də 1/x'dir. Bu da oldu 2x ln kvadrat x. Bundan da bir xəsar getdi. Qaldı 2x ln x. Ln x-in x-ə qiymət bizə y verib. Olur 2 vur y. Ln kvadratı y. 2y ln y. Ln y də 1'ə bərabərdir. 2y üstə gəl 2y. O da oldu 4y y variantı. 64. 64'də fx bərabərdir. Kosinus 4-cü dərəcədən 3x çıxaq. Kosinus, daha doğrusu sinus 4-cü dərəcədən 3x. Fx 0 bərabərdir pi bölü 36. Biz bunu birinci sadələşdirək. Müxtəsər vurma düsturuna görə yaza bilərik. Kosinus kvadrat 3x çıxaq sinus kvadrat 3x vuraq. Kosinus kvadrat 3x üstə gələk sinus kvadrat 3x. Kosinus kvadrat 3x çıxaq sinus kvadrat 3x kosinus 2 alfanın açılışıdır. Baxın kosinus 2 alfa necə idi?
kosinus kvadratı alfa çıxaq, sinus kvadratı alfa. Həmin düsturu bura tətbiq etsək, olur kosinus 2 vuraq 3x. Vuraq, kosinus kvadratla sinus kvadratının cəmi 1-dir. Bucaqlar eyni olanda bu vuraq 1. Bu da oldu kosinus 6x. Hələ biz törəmə tapmamışıq. Sadəcə sadələşdirmişik. İndi əslində mən bura törəmə işarəsini yazmamalıyım. Sadələşdirəndən sonra yazaq. Yəni törəməni siləyim. Burada oldu f'(x) bərabərdir. Kosinus 6x-in törəməsi məlumdur ki, kosinusun törəməsi mənfi sinusdur. Amma mürəkkəbdir deyə bir də 6x-in törəməsinə vururuq. O da olur mənfi 6 vur sinus 6x. X-a qiymət pi böl 36 verib. Yazırıq sinus 6 vur pi böl 36. Bu da ixtisar getdi 6. Oldu 6 vur sinus pi böl 36. Pi böl 6. Məlum məsələdir ki, sinus pi böl 6 30'da, 30'da da 2'də 1 alır. Cavab olur mənfi 3. 65 də oxşar sualdır. Yine yazırıq fx bərabərdir. Bir dəfə çıxsaq olur kosinus kvadratı 2x. Çıxaq sinus kvadratı 2x. Bir də yaza bilərik kosinus kvadratı 2x. Üstə gələk sinus kvadratı 2x. Bu da sadələşəndə kosinus kvadratı 2x çıxaq sinus kvadratı 2x. Kosinus 2 vuraq 2x olur. Bu da bizə kvadratlar zəm 1 verdi. Oldu kosinus 4x. İndi f törəmə x bərabərdir. Kosinusun törəməsi mənfi sinus 4x'dir. Mürəkkəbdir deyə 4x'dən törəmə tapdım. O da oldu mənfi 4 vur sinus 4x. X-a qiymət pi böl 24 verib. Mənfi 4 vur sinus 4 vur pi böl 24. O da olur mənfi 4 vur sinus pi böl 6. O da mənfi 4 vur 2'də 1. Cevap oldu mənfi 2 A variantı. 66'ya baxaq. fx bərabərdir. 6 vuraq. Kosinus 2x çıxaq pi böl 3. 2x çıxaq pi böl 3 kosinusun bucağıdır. Biz bilirik ki, bu 6 əmsalda qaldı. Kosinusun törəməsi mənfi sinusdur. Mənfi sinus bucağı olduğu kimi saxladım. Mürəkkəbdir deyə bir də bucaqdan törəmə alıram. 2x çıxaq pi bölmə 3'dən törəmə tapıram. Buradan da alınır nə? 2x'in törəməsi 2. Bunun da törəməsi 0. O da 2 oldu. Mənfi 6'nı 2'yə vurdum. Onu da vurduq sinus 2x çıxaq pi böl 3'ə. Mənfi 6'nı 2'yə vuranda oldu mənfi 12 vur. Sinus 2x çıxaq pi böl 3. X-a qiymət pi böl 4 vermişdi. Oldu mənfi 12 vur. Sinus 2 vur pi böl 4. Çıxaq pi böl 3. Bunlar da ixtisar getdi ki, qaldı mənfi 12 vur sinus pi böl 2 çıxaq pi böl 3. O da mənfi 12 vur sinus pi böl 6 qalır ortaq məxrəcidən də. Mənfi 12'ni sinus pi böl 6 2'də 1 alır. 2'də 1'ə vuranda mənfi 6. O da oldu A. 67. Oxşar sualdır. Deməli bu olur 4 vuraq sinusun törəməsi kosinus 3x çıxaq pi böl 6. Mürəkkəbdir deyə bir də 3x çıxaq pi böl 6'dan törəmə tapıram. Buradan da alınır nə? 4 vuraq 3x'in törəməsi 3 olur. Bu da 0 olur. Buradan 3 qalır. Olur kosinus 3x çıxaq pi böl 6. O da bərabərdir. 12 vuraq kosinus x'in qiyməti pi böl 6'dır. O da 3'ü vurduq pi böl 6'ya çıxdıq pi böl 6. Buradan da qaldı 12 vuraq kosinus pi böl 2 çıxaq pi böl 6. O da elədi 12 vuraq kosinus pi böl 3. Kosinus da pi böl 3'də 2'də 1 alır. 12'ni 2'də 1'ə vurduq oldu 6 B variantı. 8'ə baxaq. Deməli fx bərabərdir. X kvadrat üstə gəl x kök altında x. F törəmə 4'ü soruşur. Biz bunun nisbətin törəməsi kimi yaza bilərik. Sürətin törəməsi vuraq məxrəc çıxaq. Məxrəcin törəməsi vuraq sürət. Bölək məxrəcin kvadratı. O da oldu 2x plus 1. Yəni x kvadratın törəməsi 2x'dir. 1'in törəməsi 1'dir. Vuraq kökdə x. Çıxaq kökdə x'in törəməsi 1 böl 2 kökdə x'dir.
Vuraq x kvadratı plus x. Məxrəcə doldu x. İndi bizden f törəmə 4'ü soruşur. Yerinə 4 yazsaq nə olur? 8 üstə gəl 1, kökdə 4, çıxaq 1 bölək 2 vur kökdə 4. Bu da oldu 16 üstə gəl 4. Məxrəcə də oldu 4. 8'in üstə 1 gəldim 9. 4'dən kök 2 çıxdı. Bu da oldu nə? 4'də 1 vur 20. Məxrəcə də 4. O da oldu 18 çıx 5 böl 4. Qaldı 4'də 13. O da oldu 3 tam 4'də 1 B variantı. 69. Yenə törəməni tapmaq üçün biz burada nisbətin törəməsini tapmalıyıq. Sürətin törəməsi vuraq məxrəc, çıxaq. Məxrəcin törəməsi vuraq sürət, bölək məxrəcin kvadratı. O da oldu nə? 2x çıxaq 1, vuraq kökdə x. O da 1 bölək 2 kökdə x. Yəni x kvadratın 2x'dir. 1'in törəməsi 1, kökdə x qaldı. Kökdə x'in törəməsi 1 bölü 2 kökdə x. Bu x kvadrat çıxaq, o x olduğu kimi qaldı. Məxrəc oldu x. İndi bizdən 9'u deyir. Yerinə 9 yazanda olur nə? 2 vur 9 çıx 1, vuraq kökdə 9, çıxaq. 1 bölək 2 vur kökdə 9. Bu da 9'un kvadratı çıxaq 9. Məxrəcə də 9. O da 18'den 1 çıxırsan 17. Vuraq 3. Bu da 6'da 1 vuraq. 81'den 9 çıxanda 72. Məxrəcə də oldu 9. Bu oldu 51 çıxaq 12. Məxrəcə 9. 51'den de 12 çıxanda 39. 39 da bölürük 9'a. O da xısa gelir 3'də 13. O da olur 4 tam 3'də 1. 69. Var cevap 4 tam 3'də 1 C variantı. 70. Y bərabərdir. Y üstü mənfi x çıxaq 5 üstü x. Biz bilirik ki y üstü x'in törəməsi y üstü x'dir. A üstü x'in törəməsi A üstü x vuraq elin adı. İndi yazsaq y üstü x'in törəməsi y üstü mənfi x özü qalır. Mürəkkəbdə deyib bir də mənfi x'dən törəmə tapırıq. 5 üstü x'in törəməsi 5 üstü x vuraq elin 5. O da mənfi x'in törəməsi mənfi 1 olur. Olur mənfi y üstü x. Çıxaq 5 üstü x vuraq elin 5. Cevap var Y variantı. 71. Deyir ki funksiya verib. Funksiyanın törəməsini tapıb sonra sıfıra bərabər edin. İndi gəlin funksiyanın törəməsini tapaq. 2x'in törəməsi 6x kvadratı. 9x kvadratın törəməsi 18x. 24x'in törəməsi 20. Bərabərdir sıfıra. Əvvəlcə 6'ya bölək. Hamısını hədbət. 4 qaldı. İndi bizdən tənin köklər cəmi soruşur. x1 üstə gələ x2 mənfi 3. C variantı. 72 də oxşar sualdır. Yenə törəməni tapıb sıfıra bərabər edirik. X kubun törəməsi 3x kvadratı. 6x kvadratın törəməsi 12x çıxaq 18. Bərabərdir sıfıra. 3'e böldüm x kvadrat çıxaq 4x çıxaq 6 bərabər 0. Köklər hasilini soruşur. x1 və x2 mənfi 6 C variantı. Sonra 73. İndi bizə fx bərabərdir. Düstur verib x üstə gələ 2. 4 çıxaq 2x üstə gələ x kvadratı. F törəmə 2'ni soruşur. Birinci baxırıq ki bu kubun açılışıdır. Sadələşdirək. Olur x'in kubu üstə gəl 8. İndi törəməsini tapaq. X kubun törəməsi 3x kvadratıdır. 8'in törəməsi 0. Yerini yazanda 3 vuraq 2'nin kvadratı. 3'ü vurduq 4'e cevap oldu 12y. Sonra baxaq 74'e. 74'te de yine fx bərabərdir. Kosinus kvadratı 2x. Biz bunu belə də yaza bilərik. Mesela buna bir x kimi baxsaq, x kvadratın törəməsi 2x'dir. Bu da olur 2 vuraq. Kosinus üstü 1 2x. Yəni 2 qarşıya keçir, qüvvət 1 azalır. Vuraq mürəkkəbdir deyə kosinus 2x'in törəməsi. Buradan da alınır nə? 2 vur kosinus 2x. Kosinus 2x'in törəməsi mənfi sinus 2x.
Və mürəkkəbdir, bir də 2x-in törəməsini vururam. Kosinüsün özü də mürəkkəbdir axı, kosinüs 2x-in. 2x-in törəməsi oldu ki, qarşıda bir dənə 2 var, oldu 4 vuraq. Kosinüs 2x, mənfi də qarşıya keçir, vuraq sinus 2x. Bunu yerinə yazsaq olur, mənfi 4 vuraq kosinus 2 vur pi böl 12, vuraq sinus 2 vur pi böl 12. O da bərabərdir. Mənfi 4 vuraq kosinus pi böl 6, vuraq sinus pi böl 6. O da oldu mənfi 4 vuraq kökdə 3 bölü 2, vuraq 2-də 1. Cavab oldu mənfi kökdə 3, B variantı. 75'e baxaq. Fx bərabərdir ln sinus x. Bir də bizə veribdir gx bərabərdir ln kosinus x. Fx'in törəməsini gx'in törəməsinə vurun. Baxın, ln x'in törəməsi biz dedik ki 1 böl x'dir. Bunu yerinə yaza bilərəm 1 böl sinus x. Mürəkkəbdir deyə bir də sinus x'in törəməsinə vururuq. Vuraq. Ln x'in yerinə yazırıq 1 böl kosinus x. Mürəkkəbdir deyə kosinus x'in törəməsinə vururuq. O da bərabərdir. Deməli 1 bölək sinus x vuraq kosinus x, vuraq 1 bölək kosinus x, vuraq mənfi sinus x. Sinusla sinus, kosinusla kosinus x-a getdi. Mənfi 1 D variantı qaldı 75. Sonra 76'ya baxaq. F törəmə x-i tapaq. İndi 3x-in törəməsi 3'dür. Çıxaq. 2'də 1 vuraq. Kosinus 2x-in törəməsi sinus 2x'dir. Mənfi. Bir də 2x-dən törəmə tapırıq, olur 2. O da bərabərdir. 3 üstə gələk. 2'lər getdi. Oldu sinus 2x. O da bərabərdir. 3 üstə gələk sinus. 2 vuraq. 2 vuraq mənfi pi böl 4. Buradan dalındı nə? 3 üstə gələk sinus. Mənfi pi böl 2. Sinus tək funksiyadır. Mənfini qarşıya keçirdir. Olur 3 çıxaq pi böl 2. O da 3 çıx 1. Cavab qaldı 2. 77. Deməli f törəmə x bərabərdir. 2x-in törəməsi 2. Çıxaq 3'də 1 vuraq. Sinus 3x-in törəməsi 3 vur kosinus 3x-dir. Bunlar da getdi. O da bərabərdir. 2 çıxaq kosinus 3 vuraq mənfi pi böl 3. O da oldu 2 çıxaq kosinus pi. Çünki bunlar getdi, mənfinin kosinusudur, zıt funksiyadır. 2 vur kosinus mənfi pi, kosinus pi'də də mənfi 1 alır. O da 2 üstə gəl 1, 3 olur. 78. Y-in törəməsi bərabərdir. Bizdən y-in törəməsi mənfi 24'də 1'i soruşur. Bu olur mənfi 6'da 1. Ln'in törəməsi bilirik ki 1 bölək x'dir. Bir də mürəkkəbdir de həmin funksiyanın törəməsi. Bu da oldu mənfilər bir-birini müsbət elədi. 18'də 1x, mənfi 3x'in törəməsi mənfi 3'dür. O da mənfi 1 böl 6x. Oradan da yaranır mənfi 1 böl 6 vur mənfi 24'də 1. Bundan da bu getdi 4 qaldı. Cavab oldu 4. 79. Fx bərabərdir. Deməli yenə funksiya verib törəməsini soruşur. Biz bunu yaza bilərik. 6'da 1 vuraq. Ln 2x'in törəməsi 1 böl 2x'dir. Mürəkkəbdir deyə 2x'in törəməsinə vururuq. O da olur nə? 12'də 12x'da 1 vuraq 2. O da 1 bölək 6x. O da oldu 1 6 vuraq 12'də 1. O da oldu 1 bölək 2'də 1. Cavab oldu 2. 80-ci suala baxaq. Fx bərabərdir. Deməli sinus x plus a vuraq sinus x minus b. Funksiyası üçün f0 bərabərdir 1'ə, f törəmə 0 bərabərdir 4. Olarsa a kubu çıxaq, b kubunu tapın. Birinci f0'ı tapaq. Olur nə? Sinus 0 üstə gəl a, vuraq. Sinus 0 çıxaq b. Sinus 0'da da 0 alır.
Olur bu da sıfıra gedir. Bu da sıfıra gedir. Olur A vur mənfi B. O da mənfi AB. Sonra F törəmə sıfırı tapaq. Necə tapaq? Birincinin törəməsi hasildə axı. Birincinin törəməsi vuraq ikinci. Üstə gələk ikinci ifadənin törəməsi vuraq birinci. Oradan da alınır. Sinusun törəməsi kosinus x. Bu A'nın törəməsi sıfırdır. Çünki A ədəddir. Üstə gələk. Sinusun törəməsi burada olur kosinus x. Çıxaq 0. B'nin törəməsi sıfırdır. O da sinus x plus A. İndi yerinə 0 qoyub 4'e bərabər edirik. Olur nə? Kosinus 0 vuraq. Sinus 0 çıxaq B. Üstə gələk. Kosinus 0 vuraq. Sinus 0 üstə gəl A. Bərabərdir 4'e. Kosinus 0'da 1 alır. Sinus 0'da 0 olur. Burada qaldı mənfi B. Kosinus 0'da 1 alır. Sinus 0'da 0 olur. Burada da qaldı A. Bərabərdir 4. A çıx B bərabərdir 4. A çıx B'nin qiyməti 4'dür. A vur B'nin qiyməti də 1'dir. Bizə deyirdi bunu 1'e bərabər et. Yəni A vur B bərabərdir mənfi 1. İndi A kubu çıxaq B kubunu soruşur. Biz bunu kubun əlavə üstünə görə atsaq, A çıxaq B'nin kubu üstə gələk 3AB vuraq A çıx B. Yerinə qoyub rahat tapa bilərik. Olur 4'ün kubu 3 vur mənfi 1 vur 4. O da 64 çıxaq 12. Cavab oldu 52. 81'e baxaq. Deməli fx bərabərdir. X kvadrat üstə gəl bx. Funksiyası üçün f törəmə 2 bərabərdir 9 bərabərliyini ödəyər. Birinci bunun törəməsini tapırıq. X kvadratın törəməsi 2x. Bx'in törəməsi b. İndi x'i 2 qoyub 9'a bərabərləşdirik. 2 vur 2 üstə gəl b bərabərdir 9. 4 üstə gəl b bərabər 9. B də bərabərdir 5. 81'də 5. Sonra baxaq 82'yə. Deməli birinci törəməni tapırıq. Çünki deyir funksiyanın törəməsi pi bölü 4 qiymətini hesablayın. İndi bu 2 dənə x'dir. Baxın 2x vuraq sinus 2x. Ona görə hasilin törəməsi kimi tapırıq. 2x'in törəməsi vuraq sinus 2x. Üstə gələk. Sinus 2x'in törəməsi vuraq 2x. Çıxaq 1'in törəməsi də 0'dır. 2x'in törəməsi 2. Sinus bu da oldu 2x. Üstə gələk. Sinus 2x'in törəməsi 2 vur kosinus 2x'dir. Vuraq 2x. Pi bölü 4 qoysaq olur nə? 2 vur sinus. X'a pi bölü 4 qoyanda 2'lər gedir. Pi bölü 2 qalır. 2 vur 2x. Yəni 2 vur. X'a da pi bölü 4 qoyuruq. Bu da oldu kosinus. 2x'i pi bölü 4'e vuranda pi bölü 2 qaldı. Kosinus pi bölü 2 də 0'a bərabərdir. Ona görə bu ifadə hasil şəklində 0'a getdi. 2 vur 1 cavab qaldı 2. 83'e baxaq. Yine f'(x) bərabərdir. 7x'in törəməsi oldu 7. 2 vuraq sinus 2x'in törəməsi oldu kosinus 2x. Vuraq bir də 2x'in törəməsi. Buradan dalındı. 7 üstə gələk 2x'in törəməsi 2 oldu. 2'ni də 2'yə vurduq. 4 vur kosinus 2x. O da oldu 7 üstə gələk 4 vur kosinus 2 vur pi bölü 6. Buradan dalındı 7 üstə gələk 4 vur kosinus pi bölü 3. O da 7 üstə gəl 4 vur 2'də 1. 7 üstə gəl 2 cavab oldu 9. 84'e baxaq. Demək bunun nisbətin törəməsi kimi yazırıq. Sürətin törəməsi vuraq məxrəc. Çıxaq. Məxrəcin törəməsi vuraq sürət. Bölək məxrəcdəki ifadənin kvadratı. Bundan da alınır 2x'in törəməsi 2. 1 çıx x kvadratı. Çıxaq. 1'in törəməsi 0. X kvadratın törəməsi 2x vuraq 2x. Məxrəcə də qaldı 1 çıx x kvadratının kvadratı. X'e 0 qoyanda oldu 2. Bu 0'a getdi. Çıxaq. X'e 0 qoydum bu ifadə 0 oldu. Məxrəcə də 1 çıxaq 0'ın kvadratı. Sürətdə 2 məxrəcdə 1 cavab oldu 2. 85'e baxaq. Yenə nisbətin törəməsi kimi tapıram. Sürətin törəməsi vuraq məxrəc.
Çıxaq. Məxrəcin törəməsi vuraq sürət. Bölək məxrəcin kvadratı. 3x kvadratın törəməsi 6x. 1 çıxaq x kubu. Çıxaq. 1'in törəməsi 0. X kubun törəməsi 3x kvadratı. Vuraq 3x kvadratı. Məxrəcdə 1 çıxaq x kubunun kvadratı. X-a indi 0 versək, 6'ın 0'a vuranda 0. 1 çıx 0. Çıxaq. Bu elə 0 vur 0 olur. Məxrəcdə də 1 çıx 0'ın kvadratı. 0'ı mötərizənin içine vuranda 0. Məxrəcdə qaldı 1. 0 da bölə böləndə cavab oldu 0. Sonra baxaq 86'ya. 86'da da belədir. Deməli, fx bərabərdir x üstü 4 çıxaq 2x çıxaq 1'in üstündə 5. Funksiyası üçün f törəmə 1'i tapın. Deməli, necə deyib? F törəmə x bərabərdir. Bu mötərizə 1x kimi baxsaq, x üstü 5'in törəməsi 5 vur x üstü 4 olur. Bunu da yazdıq üstündə 4. 5 qabağa gəldi, üstünə 4 yazdıq. Vuraq. X üstündə mötərizənin içindən təzədən törəmə tapırıq. 5'in törəməsi 5 vur x üstü 4 olur. Bunu da yazdıq üstündə 4. 5 qabağa gəldi, üstünə 4 yazdıq. Vuraq. X üstündə mötərizənin içindən təzədən törəmə tapırıq. Bu da olur 5 vur x üstü 4 çıxaq 2x çıxaq 1'in üstü 4. Mötərizənin içindən alınır nə? 4x kubu çıxaq 2 bərabərdir. İndi yerinə biz nə yazırıq? 86'da 0. 0 çıxaq 2. 0 yox, daha doğrusu 1. 5 vuraq. 1 çıx 2 çıx 1'in üstü 4. Bu da 4 vur 1 çıx 2. Birlər getdi. Qaldı 5 vuraq. Mənfi 2'nin üstü 4. Vuraq 2. O da 10 vur 16. Cavab oldu 160. 87 də oxşar sualdır. Yəni f iştirir x bərabərdir. Mötərizəyə 1x kimi baxsaq, x kubun törəməsi 3x kvadrat olur. Biz də yazırıq 3 vuraq. X üstü 5 çıxaq 2x minus 1'in kvadratı. Mürəkkəbdir, mötərizənin içindən törəmə tapırıq. 5x üstü 4 çıxaq 2. Bərabərdir. İndi bizə deyir f1'i tap. 3 vuraq, yerinə 1 yazırıq. 1 çıx 2 çıx 1'in kvadratı. Vuraq 5 çıx 2. Birlər getdi. Qaldı 3 vur 9. 9 yox, daha doğrusu 4. Vuraq 3. O da 36. 88. Fx bərabərdir. 2x'in kvadratı üstə gəl 3x üstə gəl 1. Vuraq kosinus x. F törəmə 0'ı tapın. Necə tapırıq? Hasilin törəməsi kimi. Birincinin törəməsi. Vuraq ikinci. Üstə gələk. İkincinin törəməsi. Vuraq birinci. O da bərabərdir. 2x kvadratın törəməsi 4x, 3x'in törəməsi 3 plus 0. Vuraq kosinus x. Üstə gələk. Kosinus x-in törəməsi nədir? Kosinus x-in törəməsi mənfi sinus x. O da olur çıxaq sinus x. Vuraq 2x kvadrat üstə gəl 3x üstə gəl 1. Bizdə də yerinə f0'ı soruşur. Yerinə 0 yazanda nə olur? 0 üstə gəl 3. Vuraq kosinus 0. Çıxaq. Sinus 0. 0 üstə gəl 0 üstə gəl 1. Bu da oldu 3 vuraq kosinus 0'da 1 alır. Sinus 0'da 0 olur. Cavab olur 3. 89. Yine hasilin törəməsi kimi tapırıq. Birincinin törəməsi vuraq ikinci. Üstə gələk. İkincinin törəməsi vuraq birinci. İndi burada nə alınır? 3x kvadratın törəməsi 6x. Üstə gəl 2 üstə gəl 0. Vuraq sinus x. Sinus x'in törəməsi kosinus x. Bu da 3x kvadrat üstə gəl 2x üstə gəl 1. Bizin f0'ı soruşur. Yerine 0 yazanda ne olur? 0 üstə gəl 2 vuraq sinus 0. Üstə gələk kosinus 0. 0 üstə gəl 0 üstə gəl 1.
O da oldu 2 vur 0. 1 vur 1. Cevap qaldı 1. 90-cı suala baxaq. Fx bərabərdir. A çıx 5 vur x kubu çıxaq a kvadratı çıxaq 9 vur x kvadratı plus 4. İndi bunun törəməsini tapaq. F x bərabərdir. X kubun törəməsi 3x kvadratıdır. Vuraq a minus 5. Çıxaq x kvadratın törəməsi 2x'dir. Bu da a kvadratı çıxaq 9 plus 0. İndi bu funksiyanın cüt olması üçün f mənfi kız fx olmalıdır. Biz bilirik ki x kvadratı olan hissə cüt olur. X olan hissə tək olur. Bizə bu ifadənin cüt olması lazımdır. Ona görə tək x olan hissəni sıfıra bərabər edirik. Yəni x'in əmsalı 0 olmalıdır. Mənfi 2 vuraq a kvadrat çıxaq 9'u 0 olmalıdır. A kvadrat çıxaq 9 sıfıra bərabər olur. A kvadratı 9, a da bərabərdir, müsbət mənfi 3 olur. Bizdən a parametrin hansı müsbət qiymətini soruşduğuna görə a'nın 3 qiymətini götürürük. 91-ci sual da oxşar sualdır. Fx bərabərdir. A üstə gəl 4x kubu. Çıxaq a kvadratı çıxaq 16x kvadratı plus 5. Birinci funksiyanın törəməsini tapaq. Yine x kubun törəməsi 3x kvadratıdır. A plus 4 qalır. X kvadratın törəməsi 2x'dir. A kvadratı çıxaq 16 qalır. 5'in törəməsi 0'a bərabərdir. Yine bizdən cüt funksiyanı soruşduğuna görə x kvadratı qalır. X'in əmsalı 0'a bərabər olur. Yəni mənfi 2 vuraq a kvadrat çıxaq 16 0'a bərabərdir. A kvadrat çıxaq 16 0'a bərabərdir. A kvadratı 16, a da bərabərdir müsbət mənfi 4. A'nın hansı müsbət qiymətini də soruşur? Cavab oldu 4. 92'ye baxaq. Deməli, fx bərabərdir. 2x minus 3 vuraq kök altında x. F törəmə 1 üstə gəl f1'i cəmini tapın. Birinci bunun törəməsini tapaq. Hasilin törəməsi kimi tapaq. Birinci ifadənin törəməsi vuraq ikinci. Üstə gələ ikinci ifadənin törəməsi vuraq birinci. Bunu da sadələşdirsək 2x'in törəməsi 2 kökdə x. Bu da 1 bölü 2 kökdə x. Vuraq 2x minus 1. Daha doğrusu 3. İndi x'a 1 yazsaq olur 2. Üstə gələk 1 bölü 2 vur kökdə 1. 2 minus 3. O da 2. Çıxaq 2'də 1. Yəni 1/5. İndi bizə bir də f1 lazımdır törəməsiz. O da olur 2 çıx 3 kök altında 1. Yəni funksiyanın özündə yerinə 1 yazdıq. Buradan cavab oldu mənfi 1. Sonra bunların cəmini soruşur. 1/5 ilə mənfi 1'in cəmi 0/5. 93. İndi f2 bərabərdir. 3x plus 4 kök altında x. f1'i soruşur. Yerine 1 yazanda olur ne? 3 üstə gəl 4 kök altında 1 oldu 7. Bir də indi f törəmə lazımdır bizə. Necə tapırıq? Birincinin törəməsi vuraq ikinci. Üstə gələk ikincinin törəməsi vuraq birinci. Buradan alındı 3 vur kökdə x. 1 bölü 2 kökdə x. Bu da 3x plus 4. İndi yerine 1 yazanda ne olur burada? 3 üstə gəl 2'də 1 vur 3 üstə gəl 4. O da 3 üstə gəl 2'də 7. 3 üstə gəl 3/5 oldu 6/5. İndi bizdən soruşur ki, deməli f1'dən aldığın cavabdan f törəmə 1'dən aldığın cavabı çıx. Yəni 7'dən 6/5 çıxırıq. Cavab qalır 0/5. 94'e baxaq. Yine burada hasilin törəməsindən istifadə edəcəyik. Olacaq birincinin törəməsi vuraq ikinci. Bu mötərizəni indiremiyoruz. Üstə gələk ikincinin törəməsi vuraq birinci. Y üstü 2x'in törəməsi mürəkkəbdir deyə 2 vuraq y üstü 2x'dir. Niyə? Çünki y üstü 2x'in özü qalır. Mürəkkəbdir deyə 2x'dən bir də törəmə tapırıq. Vuraq kosinus 3x.
Üstə gələk. Kosinus 3x-in törəməsi də mənfi sinus 3x-dir. Bir də 3x-in törəmə tapırıq. O da olur mənfi 3 vuraq sinus 3x-dir. Vuraq y üstü 2x. İndi bizə deyir f törəmə 0 tap. Yerinə 0 yazanda olur 2y üstü 0. Kosinus 0. Çıxaq 3 sinus 0. Vuraq y üstü 0. Sinus 0'dan olsa 0 aldı. Bu da 2 vuraq. Y üstü 0 1'e bərabərdir. Kosinus 0'da da 1'e bərabərdir. Cavab oldu 2. 95'e baxaq. Fx bərabərdir. Bunu hasilin törəməsi kimi yazacaq. Y'nin üstü mənfi 3x'in törəməsi. Vuraq sinus 2x. Üstə gələk. Sinus 2x'in törəməsi. Vuraq y üstü mənfi 3x. Buradan da alınır nə? Y üstü mənfi 3x'in törəməsi y üstü mənfi 3x'dir. Mürəkkəbli deyə bir də mənfi 3x'in törəməsini tapırıq. O da olur mənfi 3. Vuraq sinus 2x. Üstə gələk. Sinus 2x'in törəməsi kosinus 2x'dir. Vuraq 2. Çünki 2x'dən bir törəmə tapırıq mürəkkəbdir. Vuraq y üstü mənfi 3x. İndi bizə deyir ki, f törəmə 0'ı tapın. Yerinə 0 yazıram. Olur y üstü 0. Vuraq. Mənfi 3 sinus 0. Üstə gələk. Kosinus 0. Vuraq. 2 vuraq y üstü 0. Sinus 0'da 0 alır. Bu hasil 0 oldu. Kosinus 0'da 1 alır. 2 o da 1. Cevap oldu 2. 96. Fx bərabərdir. Sinus x plus 1. Vuraq y üstü x. Funksiyasının törəməsinin x0 bərabərdir 0 nöqtəsində qiymətini tapın. İndi bunun törəməsini tapırıq. Birinci ifadənin törəməsi vuraq ikinci. Üstə gələk. İkincinin törəməsi vuraq birinci. O da oldu nə? Sinusun törəməsi kosinus x-dir. Birin törəməsi 0. Bu y üstü x. Üstə gələk. Y üstü x-in törəməsi özüdür. Bu da qaldı sinus x. Sinus x plus 1. İndi bizə deyir f törəmə 0'ı tapın. Yerinə 0 yazanda olur. Kosinus 0 vuraq y üstü 0. Y üstü 0. Sinus 0 üstə gəl 1. Oradan da alındı. Kosinus 0'da 1 alır. Bu da y üstü 1 0'da 1 oldu. Burada 0 üstü kəmət 1'dir. Sinus 0'da 0 aldı. Üstünə 1 gəldi. O da 1 üstə gəl 1 2. 97. Deməli fx bərabərdir. Kosinus x plus 1 vuraq yx. Yenə bunu hasilin törəməsi kimi yazırıq. Birincinin törəməsi, kosinusun törəməsi oldu. Mənfi sinus x plus 0. Vuraq y üstü x. Üstə gələk. İkincinin törəməsi özü qalır. Vuraq birinci. İndi törəməni tapandan sonra yerinə 0 yazırıq. Olur nə? Mənfi sinus 0. Üstə gəl 0. O da yazmasaq da olar. 0. O da y üstü 0. Kosinus 0 plus 1. Sinus 0'da 0 alır. Bu ifadə 0'a getdi. Bu da oldu 1 vuraq. 1 üstə gəl 1. Yəni 2. 98. Fx bərabərdir. 3 vuraq kök altında. X kvadrat üstə gəl 5. Çıxaq 10 böl x olarsa f törəmə 2'ni tapın. Deməli necə tapırıq bunu? 3 vuraq. Buna bir kökdə x kimi baxsaq, kökdə x'in törəməsi 1 bölü 2 kök altında x'dir. Mürəkkəbdir deyə bir də x kvadrat üstə gələk 5'in törəməsini tapırıq. Biz bu 10 vuraq. Bu x'i x üstü mənfi 1 yaza bilərik. Bir də bunu kənarda yazım. Elə birbaşa cavabı yazarıq. Deməli 10 bölü x'in törəməsini tapırıq. 10 vuraq. X'in üstü mənfi 1 yazaq. Bu da olur 10 vuraq. X üstü mənfi 1 necədir? X üstü n kimi baxırıq. Mənfi 1 vuraq. X'in üstü mənfi 1 minus 1. O da olur mənfi 10. X'in üstü mənfi 2. Yəni mənfi 10 böl x kvadrat. Elə bunun yerinə birbaşa elə yazdım törəməni. Bu da mənfi 10 böl x kvadrat. Bunu silək buradan. Bərabərdir. İndi bizə deyir ki, nəyi tapın? 98. F2'ni tapın. Yerinə 2 yazaq.
Birinci sadələşdirək tam sonra. Deməli, buradan x kvadratın törəməsi 2x oldu. 2x'i da 3'ə vuranda 6x bölək 2 kök altında x kvadratı plus 5. Plus 10 bölək x kvadrat. İndi yerinə yazacağım 2. Bundan bu xəsar getdi 3 qaldı. 3 vur 2 kök altında 4 üstə gəl 5. 10 böl 4. Bərabərdir. 6 bölək 3 üstə gələk 2-də 10, 2-də 5. O da 2 üstə gəl 2 tam onda 5 cavab oldu 4 tam onda 5. 99-cu suala baxaq. Fx bərabərdir 2 vuraq kök altında x kvadratı plus 7 minus 18 böl x. F törəmə 3'ü soruşur. Deməli birinciyə burada kök altında x kimi baxaq. Olur 2 vuraq. Kökdə x'in törəməsi 1 bölək 2 kök altında x'dir. Buraya yazırıq x kvadratı plus 7. Mürəkkəbdir deyə x kvadratı plus 7'nin törəməsindən vururuq. Çıxaq 18 bölək x kvadratı mənfi ilə. Bunun səbəbini 98-ci sualda başa saldım. Bir də buradan göstərəcəm. Baxın 18 bölək x'i biz yaza bilərik. 18 vur x'in üstü mənfi 1. X üstü n'in törəməsi kimi baxsaq olur 18 vuraq mənfi 1. X'in üstü mənfi 1 minus 1. O da mənfi 18 vur x'in üstü mənfi 2 olur. Mənfi 18 böl x kvadrat. Ona görə yazdıq. Deməli. Sonra davam edək. Bu da olur 2'lər ixtisar getdi. Sürətdə oldu 1. Məxrəcdə oldu x kvadratı plus 7. Vuraq x kvadratı plus 7'nin törəməsini tapırıq. 2x plus 0. Üstə gələk 18 bölək x kvadratı. Burada da x'e qiymət 3 verib. 1 bölək kök altında 3'ün kvadratı 9. O da 9 plus 7 vuraq. 2 vur 3 üstə gəl. Burada 0 yazmaya ehtiyac yoxdur. 18 böl 9. O da oldu 1 bölək kökdən 6 4 çıxdı. Vuraq o 6 üstə gələk 9'da 18 yəni 2. Buraya yazaq 2'də 3 üstə gəl 2. 1 tam onda 5'in üstüne 2 gələndə cavab oldu 3 tam onda 5. 100. Fx bərabərdir. X kvadratı vuraq kök altında 2x minus 3. Olarsa f' 2'ni soruşur. Yəni biz burada baxırıq ki hasilin törəməsi 2'dən x var. Ona görə yazırıq. Birinci ifadənin törəməsi vuraq ikinci. Üstə gələk ikinci ifadənin törəməsi vuraq birinci. Sadələşdirsək x kvadratın törəməsi 2x'dir. Vuraq 2x minus 3 olduğu kimi qaldı. Üstə gələk. Kökdə x kimi baxsaq kökdə x'in törəməsi 1 bölək 2 kök altında 2x minus 3'dür. Bir də mürəkkəbdir deyə 2x minus 3'dən törəmə tapırıq. Vururuq x kvadratına. O da oldu 2x vuraq kök altında 2x minus 3. Üstə gələk 1 bölək 2 x minus 3. Vuraq. Mötərizənin üçün törəməsi olur 2. Vuraq x kvadrat. 2'lər də getdi. İndi bizdən soruşur f törəmə 2. Yəni x'in yerinə 2 yaz. O da oldu 2 vur 2 kök altında 4 çıx 3. Üstə gələk sürətdə 1. Məxrəcdə 4 çıx 3. Vuraq 4. Oradan da alındı 4 vur 1. Üstə gələk 4 böl kökdə 1. 4 üstə gəl 4 cavab oldu 8. 101-ci suala baxaq. Deməli fx bərabərdir x kvadratı vuraq kök altında 3x çıxaq 8. Olarsa f'3'ü tapın. Biz bunu hasilin törəməsi kimi tapırıq. Birinci ifadənin törəməsi vuraq ikinci. Üstə gələk ikincinin törəməsi vuraq birinci. O da bərabərdir. X kvadratın törəməsi 2x. Bu da bunun özü qalır. Hələ ki. Kök altında 3x minus 8. Üstə gələk x kvadratı vuraq. Bunu kökdə x kimi baxsaq, kökdə x'in törəməsi 1 bölək 2 kök altında x'dir. Amma bizim misalımız 3x minus 8 olduğuna görə belə yazırıq. Vuraq. Bir də 3x minus 8'in törəməsi. Çünki bu mürəkkəb funksiyadır. Bu da 2x vuraq kök altında
3x minus 8 üstə gələk x kvadratı vuraq 1 bölək 2 kök altında 3x minus 8. Vuraq 3x çıxaq 8-in törəməsi. 3x-in törəməsi 3, 8-in törəməsi 0-dır. Bizdən f3-ü soruşur. Gəlin birbaşa yerinə 3 yazaq, hesablayaq. 2-ni vururuq 3-ə 6. 3-ü vurduq 3-ə 9, çıxdıq 8. 3-ün kvadratı 9. 1 bölək 2 kök altında 9 çıxaq 8. Vuraq 3. O da bərabərdir. 6 vur 1, 6. Üstə gələk. Sürətdə 9-u 3-ə vurduq. Oldu 27. Məxrəcdə 2. O da oldu 6 üstə gələk. 13,5. Buradan cavab alındı. 19,5. 102. 102-nin hasilini törəməsi kimdə yaza bilərik? Sadələşdirib sonra da törəmə tapa bilərik. Kimə hansı üsul asantısı ona yazsın. Mən sadələşdirəcəm. Bu oldu x kvadrat üstə gəl 3x çıxaq 2x çıxaq 6. Buradan alındı x kvadratı üstə gəl x minus 6. İndi törəmə tapaq. F x bərabərdir. X kvadratın törəməsi 2x, x-in törəməsi 1, 6-ın törəməsi 0. Bizdən f törəmə 2-ni soruşur. Yerinə 2 yazsaq, bu da olur nə? 2 vur 2 üstə gəl 1, cavab oldu 5. 103-ə baxaq. 103-də deməli deyir, A parametrin hansı müsbət qiymətində bu funksiyası üçün f1 bərabərdir 14 bərabərliyi doğrudur. Deməli birinci törəmə tapmalıyıq. Oldu 6x üstə gəl 2a kvadratı. A burada parametrdir deyə olduğu kimi qalır. X-in törəməsi 1-dir. 5-in də törəməsi 0-a bərabərdir. İndi bizə deyir f törəmə 1 bərabərdir 14. Yəni x-in yerinə 1 qoy 14-ə bərabər et. 6-nı vurduq 1-ə. O da oldu nə? 2a-nın kvadratı olduğu kimi qaldı. Bərabərdir 14. O da oldu 2a-nın kvadratı 14-dən çıxdıq 6. 2a-nın kvadratı 8, a-nın kvadratı 4. A da oldu müsbət mənfi 2. Bizdən A parametrinin müsbət qiymətini soruşur. Cavab oldu 2. Sonra baxaq 103-dən sonra 104. Ln x-in törəməsidir. Biz bilirik ki, ln x-in törəməsi 1 bölü x-dir. Amma bu mürəkkəb funksiyadır deyə biz bunu belə yazırıq. 1 böl x kubu üstə gəl 2x. Vuraq bir də bunun törəməsi. X kubu üstə gəl 2x-in törəməsi. Üstə gəl bu x bölü 3-də 3-də 1 x-dir. Onun törəməsi ilə 3-də 1-ə bərabərdir. İndi baxaq. X kubu üstə gəl 2x-in törəməsi 3x kvadratı plus 2-dir. Məxrəcdə x kubu üstə gəl 2x. Üstə gələk 3-də 1. İndi bizə deyir x-in yerinə 1 yaz. Sürətdə oldu 3 üstə gəl 2. Məxrəcdə oldu 1 üstə gəl 2. Üstə gəl 3-də 1. O da 3'də 5, üstə gəl 3'də 1. Buradan alındı 3'də 6, o da oldu 2. 105'ə baxaq. Fx bərabərdir. Y'nin üstündə 2x kvadrat üstə gəl 3x. Funksiyası üçün f törəmə 0'ı tapın. Biz bilirik ki, y üstü x-in törəməsi özünə bərabərdir. Yəni y'nin üstündə 2x kvadratı plus 3x özü qalır. Amma bu mürəkkəb funksiyadır deyə 2x kvadrat üstə gələk 3x-dan törəmə tapırıq. 2x kvadratın törəməsi 4x olur. 3x'in törəməsi 3 olur. Vuraq y'nin üstündə 2x kvadrat üstə gəl 3x. Bizdən f törəmə 0'ı soruşur. Yerinə 0 qoyanda nə oldu? 0 üstə gəl 3. Vuraq y'nin üstündə 0 üstə gəl 0. O da 3 vuraq y üstü 0. O da oldu 3 vur 1 3. Çünki 0 üstü kəmiyyət 1'ə bərabərdir. 106'ya baxaq. Deyək ki, funksiyasının törəməsi x bərabər 1 nöqtəsindəki qiymətini tapın. Yenə sadələşdirib törəmə tapıb yerinə 1 yazırıq. Y'nin üstündə x minus 1'in törəməsi ilə özünə bərabərdir. Mürəkkəb deyə x minus 1'in törəməsinə vurmalıyıq. Buradan x-in törəməsi 1, 1'in törəməsi 0 olur. X üstü 7'in törəməsi 7 vuraq x üstü 6'dır. İndi x-in yerinə 1 yazanda olur. 5'in üstündə 1 minus 1. Üstə gəl 7 vur 1. O da 5, y üstü 0, üstə gəl 7, 0 üstü kəmiyyət 1'ə bərabərdir. Oradan da cavab oldu 12. 107. 107'de de yine eyni sualdır. Bu 3 vuraq, y'nin üstü x minus 1 qalır. Vuraq 0 min 1 minus 0. Çünki x'in törəməsi 1, 1'in törəməsi 0'dır. Üstə gələk x üstü 5'in törəməsi 5x üstü 4'dür. İndi x'in yerinə 1 yazsaq 3 y üstü 0, üstə gəl 5. 0 üstü kəmiyyət 1'ə bərabərdir. Cavab oldu 8.
108. Fx bərabərdir 4 vuraq. Buna x kimi baxsaq olur 1 bölək 2 kök altında 3x plus 1. Baxın buna bir dənə x dedim kökün altına. Bir də mürəkkəb deyək 3x plus 1'in törəməsini tapırıq. Üstə gələk 5x'in törəməsi. O da bərabərdir. 4 ilə 2x'lar getdi. Qaldı sürətdəki məxrəcdə 3x plus 1. 3x'in törəməsi 3, üstə gəl 0. 5x'in törəməsi 5. O da 3'ü 2'ye böldü, vurduq 6. Kök altında 3x plus 1 plus 5. X'a qiymət 5 verib. O da o 6. Kök altında 15, üstə gələk 1, üstə gəl 5. 6 bölək kökdə 16, üstə gəl 5. 6 bölək kökdə 16'dan da kök 4 çıxır, üstə gəl 5. Bu da x'ya getdi 2'də 3, yəni 1,5. 1,5'in üstə 5 gəldik, 6,5. Sonra baxaq 109'a. Bunun nisbətin törəməsi kimi yazmalıyıq. Yəni sürətin törəməsi vuraq məxrəc, çıxaq məxrəcin törəməsi vuraq sürət. Bölək məxrəcdəki ifadənin kvadratı. Buradan da alındı. Y üstü x'in törəməsi y üstü x'dir. 1'in törəməsi 0. 1 minus y üstü x qaldı. Çıxaq. 1'in törəməsi 0. Y üstü x'in törəməsi ilə mənfi y üstü x qalır. Bu da müsbət olur. Buradan da oldu y üstü x plus 1. Məxrəcdə də 1 çıxaq. Y üstü x'in kvadratı. İndi x'a qiymət ln 2 veribdir. Baxın, burada yazacağım. Y üstü x bərabərdir. Y'nin üstündə ln 2. Biz də bilirik ki, ln natural loqaritmdir. Əsası y'dir. Yəni biz bunu belə yaza bilərik. Y'nin üstündə loqaritma y əsasdan 2. Y'lər gedir 2 qalır. Yəni harada y üstü x var, onun yerinə 2 yazacağım. Olur 2 vuraq, 1 çıxaq 2, üstə gələk, 2 vuraq, 2 üstə gəl 1. Məxrəcdə də 1 çıx 2'nin kvadratı. O da oldu 2 vur mənfi 1, üstə gəl 2 vur 3. Məxrəcdə oldu 1. O da qaldı mənfi 2 üstə gəl 6, cavab oldu 4. Sonra 110'a baxaq. Yenə oxşar sualdır. Baxın, nisbətin törəməsi kimi necə yazırıq? Sürətin törəməsini vurduq məxrəcə. Çıxdıq, məxrəcin törəməsini vurduq sürətə. Böldük məxrəcin kvadratına. Y üstü x'in kvadratı. O da bərabərdir. İndi törəmə tapıram. Y üstü x'in törəməsi y üstü x'dir. 2'nin törəməsi 0. Bu da 2 çıxaq y üstü x. Çıxaq. 2 çıxaq. 2'nin törəməsi 0'dır. Çıxaq y üstü x sözü qaldı. Vuraq y üstü x plus 2. Məxrəcdə də 2 minus y üstü x'in kvadratı. Yenə baxırıq buradan. Y üstü x sıfıra qiymət ln 3 verib. Olur y üstü ln 3. Bu da y ilə getdi, qaldı 3. Çünki natural loqaritmdir. Harada y üstü x var, yerinə 3 yazacağım. Olur 3 vuraq, 2 çıx 3. Çıxaq, mənfi 3 vuraq. 3 üstə gəl 2. Məxrəcə də qaldı 2 çıx 3'ün kvadratı. O da oldu 3 vuraq. 2'dən 3 çıxdıq, mənfi 1. Bu da üstə gələk 3 vur 5. Məxrəcə də qaldı 1. Mənfi 3'ün üstünə 15 gəlib 1'ə böləndə cavab oldu 12. 111-ci suala baxaq. Deməli, A-nın hansı ən kiçik tam qiymətində funksiyasının törəməsinin qrafiki OX oxundan yuxarıda yerləşir? Biz bilirik ki, bir funksiyanın qrafiki OX oxundan yuxarıda yerləşirsə, deməli, həmin funksiya müsbət qiymət alır həmişə. İndi gəlin biz bu funksiyanın törəməsini tapaq. 3a vuraq 1 bölü x, üstə gələk 3x çıxaq 12. OX oxundan yuxarıda yerləşirsə, bu funksiyanın qrafiki, yəni müsbət qiymət alır bu funksiya. Biz buradan x ortaq məxrəc götürsək, olur 3a üstə gəl 3x kvadratı çıxaq 12x sıfırdan böyükdür.
İndi 3x kvadratı çıxaq 12x üstə gəl 3a-nı sıfırdan böyük götürsək, kvadratik funksiya hər zaman müsbət qiymət alır. Nə zaman dedik? A sıfırdan böyük, diskriminant sıfırdan kiçik şərtində həmişə müsbətdir. İndi burada sıfırdan müsbət verdiyini, sıfırdan böyük, yəni həmişə müsbət verdiyinə görə a-nı sıfırdan böyük, diskriminantı sıfırdan kiçik götürməliyik. Bunun diskriminantı da olur 144 çıxaq, 4 vur 3 vur 3a kiçikdir sıfırdan. O da oldu mənfi 36a kiçikdir mənfi 144. Bu da a da böyükdür 144 bölək 36. Bu da a da böyükdür 12 xəsar getdi 12. Burada da qaldı 3, o da 4. A-nın qiyməti 4-dən böyükdür. 4-dən böyük ən kiçik tam ədəd təbii ki 5 olacaq. Cavab oldu 5. 112-ci suala baxaq. Fx bərabərdir a vuraq sinus kvadrat x funksiyası üçün f'1/8 bərabərdir kökdə 2. Yəni deyir, törəməsini tap, yerinə x 1/8 qoy, x-in kökdə 2-yə bərabəridir. Deməli, nə edirik? Fx bərabərdir. Bunun törəməsini tapmaq üçün yazırıq a vuraq. A parametrdə olduğu kimi qalır. Sinus kvadratına biz x kvadratı kimi baxsaq, x kvadratının törəməsi olur 2x. Yəni bu da olur 2 vuraq sinus x. Mürəkkəbdir deyə bir də sinus x-dən törəmə tapırıq. Buradan da olur nə? Dəqiq bunu silmək istəyirəm. O da bərabərdir. A vuraq 2 sinus x vuraq kosinus x. Bu da oldu kosinus, daha doğrusu sinus 2x'in düsturunu verdi. 2 sinus x kosinus x sinus 2x olur. Bu da olur a vuraq. İndi x-in yerinə pi/8 qoyub kökdə 2-yə bərabər edəcəm. A vuraq sinus 2 vur pi/8 bərabərdir kök altında 2. A vuraq o da oldu sinus pi/4 bərabərdir kökdə 2. A vuraq kökdə 2 bölü 2 o da bərabərdir kökdə 2. Kökdə 2 a bərabərdir 2 kökdə 2. Kökdə 2'lər getdi a oldu 2. 113'ə baxaq. Deməli fx bərabərdir mənfi 1 bölü 2x 1 bölü 2x kvadratı çıxaq 1 bölü 3x kubu. Çıxaq nöqtələr mənfi 1 bölü 9x üstü 9. Funksiyasının törəməsinin x0 bərabərdir 2'də 1 nöqtəsində qiymətini hesablayın. Birinci gəlin sadələşdirək. Belə yazarıq bunu. Mənfi x-in üstü mənfi 1. Çıxaq 2'də 1 x-in üstü mənfi 2. Tərsini yazıram. Bu da 3'də 1 x-in üstü mənfi 3. Çıxaq nöqtələr mənfi 9'da 1 x-in üstü mənfi 9. İndi bu funksiyanın törəməsini tapaq. Mənfi 1 biz buna x üstü n kimi baxarıq. X üstü n'in törəməsi n vuraq x-in üstü n minus 1. İndi həmin bu düsturdan istifadə edib bunu sadələşdirək. Mənfi misalın özündə mənfi var. Bir də mənfi 1 vuraq. X-in üstündə mənfi 1 çıx 1. Çıxaq. 2'də 1 vuraq mənfi 2. X-in üstündə mənfi 2 çıx 1. Çıxaq. 3'də 1 vuraq mənfi 3. X-in üstündə mənfi 3 çıx 1. Çıxaq nöqtələr mənfi 9'da 1 x-in üstündə deməli burada olur nə? Mənfi 9 vuraq x-in üstündə mənfi 9 çıxaq 1. O da bərabərdir. Mənfi 1 ilə mənfi 1 mənfi müsbət edir. Olur x-in üstündə mənfi 2. 2'lər getdi. Üstə gələk x-in üstü mənfi 3. 3'lər getdi. Üstə gələk x-in üstü mənfi 4. Çıxaq. 9'lar da getdi. Nöqtələr. Bu da oldu nə? X-in üstü mənfi 10. Biz bunu x-in yerinə mənfi 2'də 1 yaz. X-in yerinə 2'də 1 yazsaq olur. 2'də 1'in üstündə mənfi 2. 2'də 1'in üstündə mənfi 3. Üstə gələk 2'də 1'in üstündə mənfi 4. Üstə gələk nöqtələr 2'də 1'in üstündə mənfi 10. Burada həm də silsiləmələr gəlir. Biraz da sadələşdirək. 2'də 1'in üstü mənfi 2 4'dür. 2'də 1'in üstü mənfi 3 8. 2'də 1'in üstü 4 16. 2'də 1'in üstü 10 1024. İndi bu həndə silsilədə biz cəmi tapaq. Baxırıq ki, burada birinci ədəd B1 4'dür. B2 8'dir. Biz künü tapanda B2'ni B1'ə bölürük. Yəni alınır 2. İndi bunun neçə həddi var? B-in bərabərdir 1024. N tapa bilərik. Bu da olur B1 vuraq. 2'nin üstündə n çıx 1 1024. B1'in qiyməti 4'dür. 2'nin üstündə 2 minus 1 1024. Bu da 2'nin üstündə n minus 1 bərabərdir
1024'ü bölürük 114. Deməli, f(x) vuraq j(x) üstə gələk f(x) vuraq j(x) ifadəsinin qiymətini tapın. İndi bizə deyir ki, fx-a törəmə, deməli, fx-in qiyməti tangensdir. Biz yazırıq tangens x-in törəməsi. Jx kotangens olduğu kimi qaldı. Fx tangens x vuraq j(x)-a kotangens x-in törəməsi. Verilənləri yerinə qoyub sadələşdiririk. Tangensin törəməsi 1 bölü kosinus kvadrat x-dir. Kotangens kosinus x bölək sinus x-dir. Üstə gələk. Tangens sinus x bölək kosinus x-dir. Kotangensin törəməsi mənfi 1 bölü sinus kvadrat x-dir. O da bərabərdir. Kosinus x-lar getdi. Sürətdə 1, məxrəcdə sinus x vuraq, kosinus x qaldı. Çıxaq. Bunlar da getdi. Mənfi d ortaya çıxaq yazdım. Bu da sinus x vuraq, kosinus x qaldı. Bunların da fərqi 0-a bərabər oldu. 115. Deməli, birinci fx bərabərdir sinus x. Bu funksiyanın törəməsini tapsaq, f(x) bərabərdir kosinus x. Burada baxsaq, təyin oblastı bu A variantı uyğun deyil, cüt funksiyadır. Sinus x funksiyası cüt funksiya deyil. Bizim törəmədəki qiymətini soruşsa, bəli, cüt funksiya deyə bilərdik. Amma bizə funksiyanın özünü deyir ki, cütdür, xeyr, cüt deyil. Sonra C variantına baxaq. Bizdə deməli f' pi bölü 3. Buradan olur kosinus pi bölü 3. Kosinus da 60 dərəcədə 2-də 1-ə bərabərdir. Ona görə elə buna C uyğundur. Bir də 2-də 1 qiymətini yazdıq. Deməli, Y variantına baxaq onda. F' 7 pi bölü 6. O da olsun kosinus 7 pi bölü 6. Buradan da alınır kosinus pi plus pi bölü 6. Belə yaza bilərik. O da pi üstə gəl 3-cü rüb, kosinus 3-cü rübdə mənfidir. Oldu mənfi pi bölü 6. Kosinus da kökdə 3 bölü 2 alır. Ona görə də olur mənfi kökdə 3 bölü 2 Y variantı. Sonra ikinci suala baxaq. Fx bərabərdir kosinus x funksiyası. Təbii ki, bu bildiyimiz bir şeydir. Kosinus x funksiyası cüt funksiyadır. Gəlin indi törəməsini tapaq. Kosinus x-in törəməsi mənfi sinus x-dir. İndi törəmədə qiymətini yerinə yazsaq, amma bizdən törəmədəki qiymətini soruşmur. D variantında sadəcə funksiyanın özündə yerinə qoyur. Diqqətli olaq buna. F 2 pi bölü 3. Onda olur nə? Kosinus 2 pi bölü 3. Biz buradan törəmə istəmirdik. O da olur kosinus 2 pi bölü 3'ü biz yaza bilərik. Pi çıxaq pi bölü 3. Pi çıxaq 2-ci rübdə. Kosinus 2-ci rübdə mənfidir. Olur mənfi pi bölü 3. Kosinus da 60 dərəcədə olur 2-də 1. Mənfi var deyə mənfi 2-də 1. Ona görə buna D variantı da uyğundur. Sonra üçüncüyə baxaq. Fx bərabərdir tangens x funksiyası. Tangens x funksiyasının təyin oblastı x bərabər deyil pi bölmə 2 plus pi k. Çünki tangens sinus bölü kosinusdur. Məxrəcə kosinus olduğuna görə kosinus da 90'da 0 alır. Məxrəc 0 olmaz. Ona görə də tangensin təyin oblastı pi bölü 2 plus pi k-ya bərabər deyil. Üçüncüyə A uyğundur. Başqa da qalmadı. 116. Birinci. F(x) bərabərdir. X üstü 5'in törəməsi 5 vur x üstü 4'dür. 1'ə A uyğundur. İkinciyə baxaq. F(x) bərabərdir. Sinus 5x-in törəməsi 5 vuraq kosinus 5x-dir. Buna da uyğundur B. Üçüncü, f(x) bərabərdir. Y üstü x kvadratın törəməsi, y üstü x kvadratı vuraq, x kvadratın törəməsi idi. O da 2 üstü 2x vuraq, y üstü x kvadratı. Buna da D variantı uyğundur. Sonra 117. 117'də birinci, f(x) bərabərdir. 2 üstü x-in törəməsi, 2 üstü x vuraq, elin 2. B variantı uyğundur. İkinci f(x) bərabərdir. Kosinusun törəməsi mənfi sinus 2x. Bir də 2x'in törəməsinə vururuq. O da olur 2 vuraq sinus 2x. Qarşısında mənfi. Buna da C uyğundur. Üçüncüyə baxaq. F(x) bərabərdir. Ümumi mötərizəyə biz x kimi baxsaq, x kubun törəməsi 3x kvadratıdır. Bu da olur 3x vuraq. 2x plus 1'in kvadratı vuraq. Mürəkkəbdə də 2x plus 1'dən bir də törəmə tapırıq. O da oldu 3 vuraq. 2x plus 1'in kvadratı vuraq 2x. 2x'in törəməsi 2. 1'in törəməsi 0. O da oldu 6 vuraq. 2x plus 1'in kvadratı.
O da oldu D. Sonra baxaq 118'e. 117. 118. İndi birincidə fx bərabərdir. Tangens 4x'in törəməsi 4 vuraq 1 böl kosinus kvadratı 4x. O da oldu 4 böl kosinus kvadratı 4x. Yani C variantı. İkinci, f'(x) bərabərdir. Sinus 4'ün törəməsi 4 vur kosinus 4x. O da oldu A. Üçüncü, f'(x) bərabərdir. Kotangens 4x'in törəməsi 4 vur 1 bölək sinus kvadratı 4x. Qarşısına mənfi atıram. O da mənfi 4 böl sinus kvadratı 4x. Y variantı. Sonra 119'a baxaq. f'(x) bərabərdir. Birincidə tangensin törəməsi 1 böl, deməli tangens 3x'in törəməsi 1 böl kosinus 3x'dir. Mürəkkəbdir deyə 3x'dən törəmə taparam, bu da 3 olur. 3'ü bölürəm kosinus 3x'e. Daha doğrusu kvadrat var burada. O da oldu D variantı. İkincidə f'(x) bərabərdir. Kosinus 3x'in törəməsi mənfi sinus 3x'dir. Mürəkkəbdir deyə 3'e vururuq. O da mənfi 3 sinus 3x. B variantı. Üçüncü, f'(x) bərabərdir. Kotangens 3x'in törəməsi mürəkkəbdə 3x'dən törəmə tapırıq. O 3 olur. Kotangesinki də 1 bölək sinus kvadratı 3x'dir. Mənfisindən. O da mənfi 3 bölək sinus kvadratı 3x. C variantı. Sonra baxaq 120. 120'də də birinci törəməsini tapıb sonra verilən yerinə yazırıq. f'(x) bərabərdir. 2x plus 6. Tutaq deyir f'(x) 0'ı tap. X'e 0 qoyanda 2 vur 0 üstə gəl 6. Cavab oldu 6. İndi f'(1'i tapsaq, bu da 2 vur 1 üstə gəl 6 olur 8. Deməli 1'ə həm A uyğundur, həm də D. İkinciyə baxaq. f'(x) bərabərdir. X kubun törəməsi 3x kvadratı. 3 üstü x'in törəməsi 3x x vuraq elən 3. İndi bir dəfə f'(x) 0'ı tapırıq. Yerinə 0 qoyanda olur 3 vur 0'ın kvadratı. 3 üstü 0 vuraq elən 3. Bu 0 oldu. 3 üstü 0 1'dir. Cavab qaldı elən 3. C variantı. F1 tapsaq nə olar? Baxaq. Olur 3 vur 1 üstə gəl 3 üstü 1 elən 3. O da buradan oldu 3 üstə gəl 3 elən 3. Üçüncüyə baxaq. f'(x) bərabərdir. 2 sinus x'in 2 vur kosinus x. 5x'in törəməsi 5. İndi biz buradan f'(i deməli f0 tapsaq olur 2 vur kosinus 0 üstə gəl 5. O da 2 üstə gəl 5 7. Çünki kosinus 0 da 1 alır. f1'i tap desə o da 2 vuraq kosinus 1 üstə gəl 5. Bir də burada 7 cavabı var. Buna da B uyğundur. Sonra 121'e baxaq. 121'də də birinci f'(x) bərabərdir. 3 vuraq kosinusun törəməsi mənfi sinus x'dir. 7x'in törəməsi 7. İndi f'(x) 0'ı tapsaq olur mənfi 3 vuraq sinus 0 üstə gəl 7. O da mənfi 3 vur 0 üstə gəl 7. Cavab oldu 7. 1'ə D. İkinci f'(1'i soruşur. Burada da sinus 1'dən olan cavab yoxdur. Ona görə bunu yazmıram. İkinciyə baxaq. f'(x) bərabərdir. X kubun törəməsi 3x kvadratı. Bu da 2x qaldı ki. f'(0 bərabərdir. 3 vuraq 0'ın kvadratı üstə gəl 2. Cavab oldu 2. C variantı. Bir də f'(1'i soruşur bizdən. 3 vuraq 1'in kvadratı üstə gəl 2. Cavab oldu 5. Buna da B uyğundur. Üçüncüyə baxaq. f'(x) bərabərdir. X kvadratın törəməsi 2x. 200x'in törəməsi 200x vuraq elən 2. İndi f'(0'ı soruşur bizdən. O da 2 vur 0 üstə gəl 2 üstü 0 vuraq elən 2. O da 0 üstə gəl elən 2. Cavab oldu elən 2. Y variantı. Sonra 1 soruşsaydı, f törəmə 1'i soruşsaydı 2'ni vurardıq 1'ə. 2 üstü 1 elən 2. O da 2 üstə gəl 2 elən 2. O da elə cavab yoxdur. Sonra baxaq 122. suala. 122.
Biz bunu belə yaza bilərik. Məsələn, bir əsasdan başqa əsasa keçib də elə bir loqaritma 2 əsasa keçib burada. Biz belə yaza bilərik bunu. Loqaritma y əsasdan x. O da olur ln x. Biz də bilirik ki, ln x-in törəməsi, əvvəlcə sadələşdirdik, burada törəmə işarəsi yazmırıq. Aha, biz də bilirik ki, ln x-in törəməsi 1 böl x-dir. 1'e b variantı. İkinci yenə bir əsasdan başqa əsasa keçib. Burada fx bərabərdir. Loqaritm 2'ləri atsaq olur. Loqaritma 10 əsasdan x. O da olur log x. Biz bunu ln əsasa keçsək, yaza bilsək ki, ln x bölək ln 10. İndi törəmə tapa bilərik. ln x-in törəməsi 1 bölü x-dir. Bu ln 10 qalır. O da olur 1 bölək x vuraq ln 10. Buradan cevap oldu y. Üçüncüdə f' x bərabərdir. 2 x-in törəməsi 2 x vuraq ln 2. Biz bu loqaritma 2 əsasdan yeni ln əsasa keçə bilərik. O da olur ln y böl ln 2. Buradan ln 2'lər getdi. Ln 7 də 1 alır. 2 x'i da 1'e vuranda cevap oldu 2 x D variantı. Deyirsiniz ki, bir əsasdan başqa əsasa keçmə hansı qayda ilə yazılır? Bunu xatırladım. Bilərsiniz yəqin ki bunu. Loqaritma əsasdan b-ni məsələn tutaq ki, bir C əsasına keçirik. Onda yazırıq loqaritma C əsasına. Sürətdə loqaritmanın altını yazırıq. Məxrəcdə əsasını yazırıq. Və yaxud da belə deyil. Loqaritma məsələn 4 əsasdan A, loqaritma 4 əsasdan B. Bunun hər ikisi əsasları eynidirsə, biz bunu 4'lərə atıb yaza bilərik. Loqaritma B əsasdan A. Bir əsasdan başqa əsasa keçmədi. Loqaritma xassəsidir. Oradan istifadə edərək yazdık. 123'ə baxaq. Fx funksiyasının törəməsi üçün uyğunluğu müəyyən edin. Birincidə deyir fx bərabərdir. Loqaritma 3 əsasından x, bir də loqaritma 3 əsasından y. Biz bu 3 əsasları atıp yaza bilərik. Loqaritma y əsasından x. Bu da ln x'dir. Burada müəyyən edə bilərik ki, bunun törəməsi 1 böl x'dir. Yəni C variantı. İkinciyə baxaq. Yine fx bərabərdir. Loqaritma 3 əsasından x. Loqaritma 3 əsasından 10. 3 əsasları atıp yaza bilərik. Loqaritma 10 əsasından x. Biz ln x'in törəməsini bildiyimizə görə bunu natural loqaritma keçək əsasına. Bu da olur ln x bölək ln 10 yaza bilərik. İndi baxaq. Buradan funksiyanı tapaq. Buradan olur fx bərabərdir. Ln 10 olduğu kimi qalır məxrəcdə. Ln x'in törəməsi 1 bölü x'dir. O da 1 bölək x vuraq ln 10. D variantı uyğundur. 3'ə baxaq. Fx bərabərdir. 3x vuraq loqaritma 3 əsasından y. F' bərabərdir. 3x'in törəməsini yaza bilərik. 3x ln 3. Bunu da natural loqaritma keçirdək ki, sadələşdirə bilək. O da olur ln y bölək ln 3. Ln 3'lər getdi. Qaldı 3x vuraq ln y. Ona da y variantı uyğundur. Ətraflı yazı tələb olunan suallara baxaq birinciyə. 124. İndi bizə deyir ki, f jx'in törəməsi bölək j fx'in törəməsini tapın. Birinci f jx'i tapaq. Olur nə? F jx'i tapmaq üçün f'in x'inin yerinə j'nin x'ini yazırıq. Olur f 2x. Yerinə yazanda olur kosinus 2x. İndi bunun törəməsini tapsaq, kosinus 2x'in törəməsi 2 vuraq mənfi sinus 2x'dir. Mürəkkəbdir də 2x-lə yazıq. İndi bizə deyir j fx. Birinci yazırıq j'nin x'in yerinə yazırıq nə? Kosinus x. O da olur 2 vuraq kosinus x. İndi bunun törəməsini tapırıq. 2 vuraq kosinus x-in törəməsi mənfi sinus x-dir. 2'lər getdi, mənfilər də getdi. Biz sinus 2x'i belə yaza bilərik. 2 vuraq sinus x vuraq kosinus x. Məxrəcdə sinus x. 2 qat bucağın üstürlərdir. O da qaldı 2 kosinus x.
Sonra deməli birinci funksiyanın törəməsini tapırıq. Olur 3 vuraq 2x çıxaq 1-in kvadratı. Bir də 2x çıxaq 1-in törəməsinə vuruq. Üstə gələk 7x-in törəməsi 7. O da 2x-in törəməsi 2, 1-in törəməsi də 0-dır. Buradan cavab qaldı 2. 2-ni 3-ə vuranda oldu 6 vuraq 2x çıxaq 1-in kvadratı. Üstə gələk 7. İndi bunun törəməsini bərabər edirik 31-ə. 6 vuraq 2x çıxaq 1-in kvadratı. 31-dən 7 çıxanda qaldı 22. 24. Bu da oldu 2x çıxaq 1-in kvadratı. 24 6-ya böləndə qaldı 4. Deməli 2x çıxaq 1-i bir dəfə 2-yə bərabər edirik. Bir dəfə də 2x çıxaq 1-i mənfi 2-yə bərabər edirik. Çünki həm 2-nin kvadrat 4, həm də mənfi 2-nin kvadrat 4-dür. Buradan 2x bərabərdir 3, x bərabərdir 1,5. Bir də 2x bərabərdir mənfi 1, x bərabərdir mənfi 0,5. Deməli, bizin hansı müsbət qiymətində soruşduğuna görə x-in 1,5 qiymətini götürürük. 126 da oxşar sualdır. Deməli, əvvəlcə törəməni tapırıq. Burada deyir ki, 3 vuraq, x kimi baxsaq, 2x çıxaq 1-in kvadratı. Vuraq, bir də 2x çıxaq 1-dən törəmə alırıq. 2x-in törəməsi 2, 1-in törəməsi 0. Çıxaq 5x-in törəməsi də 5-dir. Həmin bu misalı 49-a bərabər edirik. 3-ü 2-yə vurduq 6. 2x çıxaq 1-in kvadratı bərabərdir. 49 da gəl 5. 6 vuraq, 2x çıxaq 1-in kvadratı oldu 54. 2x çıxaq 1-in kvadratı oldu 9. Bir dəfə 2x çıxaq 1-i 3-ə bərabər edirik. Bir dəfə də 2x çıxaq 1-i mənfi 3-ə bərabər edirik. 2x bərabərdir 4, x bərabərdir 2. 2x bərabərdir mənfi 2, x bərabərdir mənfi 1 olur. Bizdə müsbət qiymət götürdüyünə görə biz cavab 2-ni götürürük. Sonra gəlir 127. 127-də də yenə deyir törəməni tap. X-in yerinə 4-də 1 qoy, 11-ə bərabər edin. Birinci nə edirik? Baxırıq bura. Bu funksiya. Ln x-in törəməsi 1 bölək x-dir. Yəni 1 bölək a çıx 2 vur x. Mürəkkəbdir deyə bir də a çıx 2x-dan törəmə tapırıq. Çıxaq. 4x kvadratın törəməsi 8x, 3ax-in törəməsi 3a-dır. Çünki a burada parametrdir. Biz ona dəyişən kimi baxmırıq. Bunu törəməsini tapandan sonra sadələşdiririk. Bu qalır 1 böl a çıx 2x vuraq a çıx 2. Niyə? Çünki x-in törəməsi 1-dir. Bunlar da ixtisar getdi, x-da 1 qaldı. 8x plus 3a. İndi bu ifadədə nə qaldı ifadə? 1 böl x çıxaq 8x üstə gəl 3a. X-in yerinə 4-də 1 qoyub 11-ə bərabər edirik. Olur 1 böl 4-də 1, 8 vur 4-də 1, üstə gəl 3a, bərabərdə 11. 4 çıxaq 2, üstə gəl 3a, bərabərdə 11. 3a bərabərdə 11, üstə 2 gəlib 4 çıxıram. 3a bərabər 9, a da bərabərdə 3. Sonra baxaq 128-ci suala. Yenə oxşar sualdır. 1 bölək 2a üstə gəl 3x. Bir də vuraq 2a üstə gəl 3x-in törəməsi. O da eləyir 2a üstə gəl 3. 6x-in kvadratın törəməsi oldu 12x. 4a-in törəməsi oldu 4a. Bərabər etdik mənfi 8-ə. Bunlar ixtisar getdi. X-in yerinə 6-da 1 qoyuruq. 1 böl 6-da 1. Üstə gəl 12 vur 6-da 1. Çıxaq 4a. Bərabərdir mənfi 8. O da 6 üstə gəl 2 çıxaq 4-a bərabərdir mənfi 8. Mənfi 4-a bərabərdir mənfi 8 çıxaq 8. Mənfi 4-a mənfi 16. A da bərabərdir 4. Sonra 129-cu suala baxaq. Fx bərabərdir a vuraq sinus 4x üstə gələk b vuraq kosinus 2x. Birinci bu funksiyanın törəməsini tapaq. A parametrdə olduğu kimi qalır. Sinus 4x-in törəməsi 4 vuraq kosinus 4x-dir. Üstə gələk b vuraq. B yenə parametrdə ona görə olduğu kimi qalır.
Kosinus 2x'in törənməsi mənfi 2 vuraq sinus 2x'dir. İndi biraz sadələşdirsək qalır nə? 4a vuraq kosinus 4x çıxaq 2b vuraq sinus 2x. Birinci bizdə deyir ki f iştirir 7 pi böl 12 bərabərdir 4. Yəni funksiyanın törənməsində x-in yerinə 7 pi böl 12 qoyub 4'ə bərabər edirik. Olur 4a vuraq kosinus 4 vuraq 7 pi böl 12. Çıxaq 2b vuraq sinus 2 vuraq 7 pi böl 12 bərabərdir 4. Buradan da qalır 4a vuraq kosinus 7 pi böl 3. Çıxaq 2b vuraq sinus 7 pi böl 6 bərabərdir 4. Bunu biraz da sadələşdirsək belə yaza bilərik. 4a vuraq kosinus 7 pi böl 3'ü dərəcədə çevirib yaza bilərsiniz. Və yaxud da belə də yaza bilərik. 2 pi üstəgəl pi böl 3 ortaq məxrəcdə də həmin ifadəni verir. 2b sinus bunu da yaza bilərik pi plus pi böl 6 bərabərdir 4. Bu ifadəni sadələşdirsək 4a qalır kosinus pi böl 3 birinci rübə düşdüyünə görə müsbətdir. 2b sinus pi plus pi böl 6 üçüncü rübə düşür. O da sinus orada mənfidir üçüncü rübdə. Ona görə olur sinus pi böl 6 bərabərdir 4. 4a vuraq kosinus pi böl 3'də alır 2'də 1 üstə gələk 2b vuraq 2'də 1 bərabərdir 4. İxtisar gedəndə 2a üstə gəl b bərabərdir 4 qaldı. İndi ikinci ifadəni sadələşdirək. Bizə deyir f törəmə 3 pi böl 4 bərabərdir 2. İndi bu şərti yerinə yazsaq olur nə? Deməli 4a kosinus x-in yerinə yazırıq 4 vuraq 3 pi böl 4. Çıxaq 2b sinus x-in yerinə yazırıq 2 vuraq 3 pi böl 4 bərabərdir 2'ye. Sadələşdirsək 4a kosinus bunlar ixtisar getdi qaldı 3 pi. Çıxaq bu da ixtisar getdi 2 qaldı. 2b vuraq sinus 3 pi böl 2 bərabərdir 2. İndi tək pilər pi ilə əvəz olunur. Kosinus 3 pi'nin yerinə pi yazsaq 2b sinus 3 pi böl 2 bərabərdir 2 qaldı. Kosinus 180'də mənfi 1 alır. Ona görə olur mənfi 4a. Sinus da 270'də mənfi 1 olur. Üstə gəl 2b bərabərdir 2'ye. Mənfi 2a'ya bölsək qalır 2a çıxaq b bərabərdir mənfi 1. İndi aldığımız ifadələri sistem təmin edib a'nın b'nin qiymətini tapa bilərik. Buradan alınır nə? Deməli olur belə 2a üstə gəl b bərabərdir 4. 2a çıxaq b bərabərdir mənfi 1. Bunlar getdi qaldı 4a bərabərdir 3. A bərabərdir 4'də 3. Sonra a'nın yerinə qoyub b'ni tapsaq 2 vur 4'də 3 plus b bərabərdir 4. İxtisar getdi 2 qaldı. B bərabərdir 4 çıxaq 1,5. Yəni o da qaldı 2,5. İndi bizə deyir ki a'nın qiymətini b'yə bölün. A 4'də 3'dür. Yəni 0,75. Bu da 2,5. Deməli ifadəni 100'ə vursaq sürətdə oldu 75. Sürətdə məxrəcə 100'ə vuruq. Məxrəcdə oldu 250. Bu da 25 ixtisar getdi 10'da 3. Cavab qaldı 0,3. 130. Fx bərabərdir a vuraq ln sinus x üstə gələk b vuraq ln kosinus x. İndi f törəmə pi böl 4 bərabərdir 5. İndi birinci törəməni tapaq. A vuraq ln x-in törəməsi məlumdur ki 1 böl x-dir. Yəni 1 böl sinus x qalır. Mürəkkəb funksiyadır. Bir də sinus x-in törəməsini tapırıq. B vuraq ln kosinus x-in törəməsi 1 böl kosinus x qalır. Mürəkkəbdir deyə bir də kosinus x-in törəməsini tapırıq. Sonra sadələşdirsək olur a vuraq sinus x-in törəməsi kosinus x məxrəcdə oldu sinus x. Üstə gələk kosinus x-in törəməsi mənfi sinusdur. Sürətdə oldu b vuraq sinus x məxrəcdə oldu kosinus x. Bir də sadələşdirsək olur a vuraq kosinusun sinusa nisbəti kotangens x çıxaq b vuraq tangens x. İndi yerinə qoyub sadələşdiririk. Olur a vuraq kotangens pi böl 4 çıxaq b vuraq tangens pi böl 4 bərabərdir 5. Tangeslə kotangens pi böl 4'də 1 alır. Ona görə ilə a çıx b bərabərdir 5 olur. Bizdən də bunu soruşurdu. 131'ə baxaq.
131'də nə deyir? 131. Funksiyasının törəməsinin ən böyük qiyməti 22-yə bərabərdir. Gəlin funksiyanın törəməsini tapaq. F=x bərabərdir. Bu funksiya bir x kimi baxsaq, kosinus kvadratına. X kvadratın törəməsi olur 2x. Onda biz yazırıq 5 vuraq 2 kosinus 3x çıxaq 2. Amma bu x deyil axı. Ona görə mürəkkəb funksiya olduğuna görə kosinus 3x çıxaq 2-dən bir də törəmə tapırıq. Üstə gələk kx-in törəməsi də oldu k, 19-un törəməsi oldu 0. İndi sadələşdirsək, bu olur nə? 10 vuraq kosinus 3x çıxaq 2. Vuraq. Kosinusun törəməsi mənfi sinusdur. O da mənfinin qarşıya keçirdib yaza bilərik. Sinus 3x çıxaq 2. Baxırıq ki, kosinus sözü burada da mürəkkəb funksiyadır. Ona görə 3x çıxaq 2-dən bir də törəmə tapırıq. Biz biraz da sadələşdirsək, 3x çıxaq 2-nin törəməsi olur 3. 3-ü də ona vuranda olur mənfi 30 vuraq. Kosinus 3x çıxaq 2 vuraq. Sinus 3x çıxaq 2 plus k. İndi nə edirik? Bu bizə düstur verəcək. Necə? Bax, 30-u yaza bilərik. Mənfi 15 vuraq 2. Sinus 3x çıxaq 2 vuraq. Kosinus 3x çıxaq 2 plus k. O da bizə verdi. Mənfi 15. Buna bir alfa kimi baxsaq, 2 sinus alfa, kosinus alfa, sinus 2 alfa düsturu verir. Yəni, o da olur sinus 2 vuraq 3x çıxaq 2 plus k. Buradan da alınır mənfi 15 vuraq. Sinus 6x çıxaq 4 plus k. İndi sadələşdirdik. Deyir törəmənin ən böyük qiyməti. İndi gəlin baxaq. Biz bilirik ki, sinusun ən böyük, ən kiçik qiyməti, ən böyük qiyməti 1, ən kiçik qiyməti mənfi 1-dir. İndi bu ifadənin yerinə 1 yazsaq olur 15 vuraq 1 üstə gəl k. Buradan alınır k minus 15. Mənfi 1 yazsaq 15 vuraq mənfi 1 plus k. Çünki 15-in özü də mənfidir. Buradan da alınır k plus 15. Deməli, k plus 15 bunun ən böyük qiymətidir. K minus 15 də bunun ən kiçik qiymətidir. Bizə deyir, bu funksiyanın ən böyük qiyməti 22-dir. Ona görə biz deməli k plus 15-i 22-yə bərabər edirik. Buradan da k alınır 7. 131 sonuncu sualdır. Sağ olun, salamat qalın.